Çox saylı istəklərə görə axır ki, dırnaq vloqu paylaşa bildim. İdeal çəkiliş olmasa da bacardığım qədər aydın çəkib sizinlə bölüşmək istədim. Qeyd edeyim ki, mən usta deyiləm, ev şəraitində özüm üçün eləyirəm, YouTube-dan öyrənmişəm və bildiklərimi sizinlə bölüşmək istəyirəm. Əgər Gerlakın dırnağınızda uzun müddət qalmağını istəyirsinizsə, o zaman öz dırnağınızı yaxşı hazırlamalısınız. Yəni yaxşıca pirkalamalısınız, baflamalısınız ki, parlaqlıq ümumiyyətlə qalmamalıdır və təbii ki, əsas məqamlardan biri də odur ki, dırnağınızı yaxşıca spirtləməlisiniz, yəni yağlılığını götürməlisiniz. Spirtdən sonra primer tətbiq etmək lazımdır. Gördüyünüz gel tipsləri Temudan sifariş etmişəm. Onlar hazır baflanmış tipslərdir. Tipsi ölçülərini götürürük və keçirik dırnağımızı hazırlamağa. Primerdən sonra Miss Fizzy'nin bazasını nazik qat tətbiq edirəm və qoyuram qurumağa. Mən adətən gel tipsləri baza ilə bərkitmə eləyirəm, amma kim istəsə adi gellə də eləyə bilər, poligellə də, akrigellə də, kimin ürəyi hansından istəyir ondan eləyə bilər. Əsas məqam odur ki, mütləq hava qalmamalıdır arasında, əks halda o tipsi dırnaqda uzun müddət qalmayacaqdır. Bir həftə keçməyəcək ki, qopacaqdır. Gel tipsləri bərkitdim və bəzən elə olur ki, baza axıntısı olur. Onu isə qurutduqdan sonra spirtlə yapışqanlılığını götürürəm və alov frezası ilə təmizləyirəm və tipsinin üzərini pilka ilə matlaşdırıram. Bilmirəm kim necə eləyir, amma mən tipsinin üzərindən də primer tətbiq eləyib, sonra baza tətbiq eləyib quruduram. Bu dəfə isə Temudan sifariş etdiyim pişik göz manikürü eləyəcəyik. Düzdür, ilk dəfələrdə məndə heç alınmadı. Nə qədər çalışdım maqnitlə onu elə ərsəyə gətirim ki, qəşəng ürəyim istəyən parlaqlıq olsun, amma alınmırdı ki, alınmırdı. Lap sonda hardasa 1-2 barmağımda hiss elədim ki, bəs belə eləmək lazımdır. Maqniti elə səviyyədə tutmaq lazımdır ki, bəs o sizin ürəyiniz istəyən nəticəni versin. O da məndə təbii ki, ilk dəfədə alınmırdı. Əslində bunu eləmək üçün mütləq praktika lazımdır. O da mən praktikasız öz dırnağım üzərində elədim. İndi burada görəcəksiniz ki, bəs fikir verirsinizsə mən maqniti belə səhv tuturam. Heç bilmirəm onu nə cür eləmək lazımdır, amma sonlarda görəcəksiniz ki, yolunu tapdım. Daha doğrusu girdim YouTube-da baxdım ki, bəs bunu necə eləyirlər və o zaman artıq hardasa başa düşdüm ki, belə eləmək lazımdır. Əslində pişik gözdən öncə rəngli bir gel lak vursaq daha qəşəng bir görünüş olacaqdı, rəngli bir şey olacaqdı, amma mən istəmədim.
Gördüyünüz bakır geli mən çox bəyənirəm. Nə vəziyyətdə qoyursunuzsa, o vəziyyətdə də qalır. Ümumiyyətlə dırnaq bərkitmədə də akrigel çox yaxşıdır. Yəni kim istəmirsə ki, dırnağında axıntı olsun gellə bağlı bərkitmə eləyəndə, o zaman rahatlıqla akrigel alıb onu ilə dırnağınızı bərkitmə eləyə bilərsiniz. Düzdür, mən bərkitmədə sadəcə bazadan istifadə eləyirəm, amma belə daşqaşlarda olsun, əgər dırnaq bərkitmə varsa, onda belə akrigeli mən məsləhət görürəm. Və sonda adını bilmədiyim bu gözəl topqatı daşqaşlı dırnağımın üzərinə çəkib quruduram. Bu da bizim son nəticəmiz. Əgər bəyəndinizsə like edib kommentariyalarda öz fikrinizi mütləq qeyd eləyin. Mən də bilim ki, bu cür vloqlar sizin xoşunuza gəlir və mən arada düzəldərkən sizin üçün belə çəkib paylaşaram. Ümumiyyətlə nə vloqları bəyənirsinizsə mütləq onları da qeyd eləyin ki, mən bilim ki, sizlər üçün nə çəkilişlər eləyim. Bu vloqu sonuna qədər izlədinizsə hər birinizə dərin təşəkkürümü bildirirəm. Kanalıma abunə olub dəstək olmağı da unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Gələn vloqlarda görüşənədək hələlik.